Bugün Karadeniz'in sahilindeyim. Balıqlar gelecek altı şaha. Vermişəm onunla qulaq qulağa. O məndən danışır. Mən də ki ondan. Dünyanın içində nə demək olur? Bugün bu dənizlə baş-başayam. Baxıram, dalğalar fırtına kimi dəyir qayalara, dəyir daşlara. Buradan atır, yukarı düşen kimi kalksın sahil boyu. Bura Ağdeniz. Oradan da romantik bir mekan. Bura güzeldi. Güzelliği həqiqətən sevmək lazım. Bu qayaların üstə oturmaq, onun bəzən səsinə qulaq asmaq, adamı sözün həqiqi mənasında dərin duyğulara gəlir. Bura çox gözəl bir mənzərə. Bu səs elə bil ki, adamı hayalın en derinliklerine aparır. Ben burada olmaktan rəhbət alıram. Bura Ağdenizli. Bugün noyabrın 10'udur. Geldim Çimərliyə. Bak, bura belə böyük bir özelliği var. İnsanlar burada dincəlir. Adamlar hələ bir tərəfdə biz bildiği kimi gelir. Çok güzel bir manzara. Ne diyorsun? Təbiət həmişə özünə insanların yapıyor. Ben de ki təbiət nəzərdən təlisiyəm. Buradan orada fragment sizlere verdim.